Bəli, biz cənab prezident İlham Əliyev zaman görürük. Təkfirçilərlə söhbət olanda bu dayanmaq məsələ, hökm məsələsində, hakimin hökmü məsələsində dayanmağımı mən demişəm ona. Və gəlib tez-tez soruşurlar ki, nə görürsən onu, nə görürsən? Və buna da hər dəfə belə deyəndə və başqa şeylər gətirirlər. Bəs o filan şeydir. Filan şey hansı ki, yəni əməl olaraq özü özlüyündə nədir? Küfrü əməllərdir. Yəni əməl olaraq özü özlüyündə nədir? Küfrü əməllərdir. Yəni əməl olaraq özü özlüyündə nədir? Küfrü əməllərdir. المعتزلة أتباع واصل بن عطاء تلميذ الحسن البصري، كان من تلاميذ الحسن البصري رحمه الله إمام التابعين. لما سئل الحسن البصري عن مرتكب الكبيرة هل هو كافر أو مؤمن، قال رحمه الله مرتكب الكبيرة فاسق وليس بكافر، مؤمن لكنه ناقص الإيمان وليس بكافر. قال واصل بن عطاء تلميذه أما أنا فأقول ليس بمسلم ولا كافر. Yəni bu məsələdə dayanmaq da olmaz axı. Yəni sən əhlüsünnənin əqidəsində mən dayanıram. Olmaz dayanmaq. Və ya demək, nə onu deyirəm, nə bunu. Yəni əqidə, usul məsələlərində olmaz belə mövqe. Aydındır qardaşlar? Məsələn, Adil kimi təkfir eləyirdi hakimləri, sonra ikinci mərhələdə dedi, dayandım. Yəni, nə müsəlmandır, nə də kafir. Belə şey olar. Belə şey olar. Nə müsəlman, nə kafir. Onda nə? Nə deyilir ona? Mu'təzilə əqidəsidir. Xavariclər günah əlin kafir görürlər. Mu'təzillərsə kafir görməsələr də deyirlər, iki mənzil arasındadır. Nə kafirdir, nə müsəlman. Mu'təzilə əqidəsidir. Yəni, Adil birinci xavarici idi, sonra biraz sıxılandan sonra mu'təzili oldu. Dedi, diyanıram. İndi deyirlər, sələfidir göy ki. Amma sələfili bir şey hələm görsənmir. Sələfi kimdir? Kim sələflərin üsulundan gedir. Sən sələflərin üsulundan gedməyəndə, məsələn, indiyəcən sələf forum barədə olan bir fikri yoxdur. Açıq aydın bir fikirləri yoxdur. Onlar ümumiyyətlə deyirlər, danışmayın. Danışmaq bölünür, ona görə kimin nə boyda problemi var, danışma. Dedilər ki, qeybətdir. Dedilər ki, cərh tədil elmi indi yoxdur, artıq bitib. Dedilər, dəvət səhv gedib. Dedilər, xavariclərine oturaq. Dedilər, o məsələlərdə ki, ixtilaf var, gəlin o məsələlərə qarışmayaq, o məsələlər ki, ittifaqı onlarda bir olaq. Dedilər, bəzi məsələlər indi vaxtı deyil. Və s. və s. Müşkül bir şey nədir? Cəmaat bilmir belə məsələləri. Cahidlər. O da səbəbi nədir? Cəmaatın taxsir. Kim azır, taxsir özündədir. O ki, qaldı incəlik məsələlər. Mənhəc məsələlər incə məsələlərdir. Təkfirçilərlə söhbət olanda bu dayanmaq məsələ, hökm məsələsində, hakimin hökmü məsələsində dayanmağımı mən demişəm ona. Və gəlib tez-tez soruşurlar ki, nə görürsən onu, nə görürsən? Və buna da hər dəfə belə deyəndə və başqa şeylər gətirirlər. Bəs o filan şeydir. Filan şey hansı ki, yəni əməl olaraq özü özlüyündə nədir? Küfrü əməllərdir. Yəni əməl olaraq özü özlüyündə nədir? Küfrü əməllərdir. Yəni əməl olaraq özü özlüyündə nədir? Küfrü əməllərdir. Yəni bu məsələdə dayanmaq da olmaz axı. Yəni sən əhlüsünnənin əqidəsində mən dayanıram. Olmaz dayanmaq. Və ya demək, nə onu deyirəm, nə bunu. Yəni əqidə, usul məsələlərində olmaz belə mövqe. Aydındır qardaşlar? Məsələn, Adil kimi
təkfir eləyirdi hakimləri. Sonra ikinci mərhələdə dedi, dayandım. Yəni, nə müsəlmandır, nə də kafir. Belə şey olar. Belə şey olar. Nə müsəlman, nə kafir. Onda nə? Onda nə? Nə deyilir ona? Mu'təzilə qidəsidir. Xavariclər günah əlin kafir görürlər. Mu'təzillər isə kafir görməsələr də deyirlər, iki mənzil arasındadır. Nə kafirdir, nə müsəlman. Mu'təzilə qidəsidir. Yəni, Adil birinci xavarici idi, sonra biraz sıxılandan sonra mu'təzilə oldu. Dedi, deyaram. İndi deyirlər, sələfidir göy ki. Amma sələfili bir şey hələm görsənmir. Sələfi kimdir? Kim sələflərin üsulundan gedir? Sən sələflərin üsulundan gedməyəndə, məsələn, indiyəcən sələf forum barədə olan bir fikri yoxdur. Açıq aydın bir fikirləri yoxdur. Onlar ümumiyyətlə deyirlər, danışmayın. Danışmaq bölünür, ona görə kimin nə boyda problemi var, danışma. Dedilər ki, qeybətdir. Dedilər ki, cərh tədil elmi indi yoxdur, artıq bitib. Dedilər, dəvət səhv edib. Dedilər, xavariclərinə oturaq. Dedilər, o məsələlərdə ki, ixtilaf var, gəlin o məsələləri qarışmayaq, o məsələlər ki, ittifaqı onlarda bir olaq. Dedilər, bəzi məsələlər indi vaxtı deyil. Və s. və s. Müşkül bir sizin nədir? Cəmaat bilmir belə məsələləri. Cahidlə. O da səbəbi nədir? Cəmaatın taxsiri. Kim azır? Taxsir özündədir. O ki, qaldı incəlik məsələlər. Mənhəc məsələlər incə məsələlərdir.